Kimyəvi reaksiyaların təsnifatı, istilik effekti mövzusundan sınaq suallarının izahına baxaq. Deməli, birinci sualda 0,5 mol hidrogen reaksiya daxil olduqda neçə kilojol istilik ayrılır? 2 mol hidrogenə 572 kilojol istilik ayrılırsa, 0,5 mola x qədər olacaq. Deməli, 572-ni 4-ə bölsək, 143 kilojol istilik ayrılmış olacaq. Cavab D variantı. İkinci sualda reaksiya üçün hansı ifadələr doğru deyil? Deyir ki, heterogen reaksiyadır. Bəli, reaksiya daxil olan və alınan maddələr fərqli aqreqat haldadırsa, deməli heterogen olacaq. Endotermik reaksiyadır. Xeyr, müsbət 2-dür, eksotermikdir. Birləşmə reaksiyasıdır. Bəli, əgər bir maddə alınırsa, birləşmədir. Doğru cavab 1 və 3. Bizdən səhvi soruşur. Elə cavab 2 olacaq. B variantı. Üçüncü sualda 1 mol su buxarının kondensasiyası üçün ayrılan deməli istilik effektini müəyyən edin deyir. Biz baxırıq ki, suyun kondensasiyası qaz halından maye hala keçməsidir. Yəni, deməli 572-dən 484-ü çıxaq. Deməli, burada 88 kilojol olacaq. Bu təbii ki 2 mol üçündür. 2 mol üçün 88 kilojoldursa, bəs 1 mol üçün nə qədər olacaq? 44 olacaq. Cavab B variantı. Dördüncü sual. Hansı ifadələr doğru deyil? Deyir, X-in yanma istiliyi 1505 kilojol bölünsün moldur. İstilik effekti 3010-dur. X-in yanma istiliyini tapmaq üçün 3010-u 4-ə bölmək lazımdır. Deməli, 3010-u 4-ə böləndə 1505 etmir. Yəni, ona görə bir səhvdir. İkinci reaksiyanın istilik effekti müsbət 3010 kilojoldur. Bəli. X2O5-in əmələ gəlmə istiliyi 1505 kilojoldur. Bəli, çünki X2O5-in molu 2-dir. 3010-u 2-yə böləndə 1505 eləyəcək. Bu da doğrudur. Bizdən səhvi soruşur. Ona görə cavab yalnız 1. 5. Proses üçün doğru olan ifadələri müəyyən edin. Su bərk haldan maye hala keçib. Demək, burada su bərk haldan maye hala keçibsə, demək ki, istilik udulur. Yəni, bu mənfi 2-dür, endotermik reaksiyadır. Və 2 mənfi olanda H-ın qiyməti müsbət olur. 2 və 3 doğru olacaq. 6. Hansı reaksiyada istilik effekti yanma istiliyinə bərabərdir? Deməli, istilik effekti yanma istiliyinə bərabərdir deyirsə, demək ki, yanan maddənin molu 1 olmalıdır. Burada B variantında istilik effekti 1200-dür. Elə C3H8-in yanma istiliyi də 1200 olacaq. 7. Reaksiyanın tipini göstərin. Sağ tərəfdə bir maddə alınırsa, bu birləşmə reaksiyasıdır. 8. Deməli, hidrogen yanan maddədir. Həcmi 11,2-dir. Ayrılan istilik 143-dür. Suyun əmələ gəlmə istiliyini soruşur. Hidrogenin yanması oksigenlə reaksiyasıdır. Bizə deyir ki, 11,2 litr yananda 143 kilojol istiliyi ayrılır. Bəs biz yaza bilərik ki, reaksiyada hidrogen 2 moldur. Yəni 2 vur 22,4. 44,8 nə qədər olar? X olar. Bura ixtisar gedər 4. 143-ü 4-ə vurarıq. 572 eləyəcək. Deməli, biz istilik effektini 572 kilojol tapdıq. Suyun əmələ gəlmə istiliyini tapmaq üçün tapdığımız istilik effektinin qiymətini suyun moluna bölmək lazımdır. Yəni 572-ni 2-yə bölürük. Doğru cavab eləyir. Müsbət 286. 9. Hansı reaksiyada istilik effekti əmələ gəlmə istiliyinə bərabərdir? Deməli, bu dəfə əmələ gəlmə istiliyinə bərabərdir deyirsə, əmələ gələn maddənin molu 1 olmalıdır. Ki, istilik effekti 680-dir. Əmələ gəlmə istiliyini də tapmaq üçün
əmələ gələn maddənin moluna istilik effektini bölürdük. Yenə eyni qiymət olacaq. 10-cu sual. 0,5 qram kalsium oksigində yandıqda 8 kilojol istilik ayrılır. Bəs reaksiyada kalsium neçə qramdır? 40 qramdır. Qarşısına da 2 var. Yəni 2 vur 40-a isə x olacaq. Burada deməli 16 8-ə də vuranda 1280 edəcək. Cavab C variantı. 11. Etilenin yanma reaksiyasının termokimyəvi tənliyi verilib. 282,4 istilik ayrılanda neçə litr oksigen sərf olunar? Biz reaksiyada baxırıq ki, 1412 istilik ayrılanda 3 mol oksigen sərf olunur. Yəni 3 vur 22,4. 3 vur 22,4. Bəs 282,4 kilojol istiliyə ayrılanda nə qədər oksigen sərf olunar? X. Burayla buraya ixtisar getsə, burada 5 qalacaq. 3-ü 22,4-ə vuranda 67,2. 67,2-yi də 5-ə bölsək, deməli 1. 67,2-ni bölək 5-ə. 1 dəfə, 17-də 5, 3 dəfə, 20, deməli eləyəcək 13,44. Cavab olur D variantı. 12. Hansı reaksiya parçalanma reaksiyasıdır, amma eksotermikdir? Biz demişdik ki, parçalanma reaksiyaları endotermik olurdu. Amma bir istisna reaksiyamız var idi ki, NO-nun parçalanması eksotermikdir. 13. Reaksiyasında alüminiumun əmələ gəlmə istiliyi neçədir? Alüminiumun əmələ gəlmə istiliyini tapmaq üçün, deməli, burada alüminiumun əmələ gələn maddə alüminium oksiddir. Bu daha dəqiq olar. Yəni, biz burada alüminium 2O3-ün əmələ gəlmə istiliyini tapacaq. Alüminium yanan maddədir. Yəni, bununkunu tapırıq. Deməli, bunu da tapmaq üçün istilik effektinin qiymətini əmələ gələn maddənin moluna bölürük. Yəni, 2-yə. Onda cavab olacaq 1600. 14. Reaksiyasında yanma istiliyi ilə əmələ gəlmə istiliyinin cəmi neçədir? İstilik effekti 600-dür. Yanma istiliyini tapmaq üçün 602-yə bölürük. Eləyir 300. Əmələ gəlmə istiliyini tapmaq üçün yenə 600-ü əmələ gələn maddənin moluna bölürük. Bu da 300 eləyir. Doğru cavab eləyir 600. Yəni B variantı. 15. Yanma istiliyi 1412 olan maddənin 1 molu yananda 35,3 istiliyə ayrılır. Bəs 1412 kilojol istilik neçə mola olar? X-ə. Buradan da X-i tapsaq, deməli 1412-ni 35,3-ə bölməliyik. Burada da cavab eləyəcək 2. Deməli, cavab eləyəcək 40. A variantı.